Salam. Bu dərsimizdə biz bir işçinin işlədiyi müddət ərzində əldə etdiyi gəliri necə hesablaya biləcəyimizi öyrənəcəyik. Vaxtımız getməsin deyə əvvəlcədən mən belə bir cədvəl, sadə bir cədvəl hazırlamışam. Burada zamanlar, burada isə məbləğ, əldə olunan məbləğ yerləşdirmişəm. Yəni ki, 45 dəqiqə ərzində işləyib və 2 saat ərzində 4 saat 15 dəqiqə, 1 saat və bu hissədə məbləğlər və bir gündə, gün ərzində işlədiyi saata uyğun olan qazancını necə hesablayacağıq, ona baxaq. Bərabərdir simvolunu vururam. Bərabərdir simvolunu A2 xanasını vururuq və vurma A2 xanasından sonra B2 xanasında yerləşən məbləğimiz və yenə də vurma daxil edərək bu səfər vururuq 24-ə və enter. Enter klavişində artıq biz ədədi hesabladıq. Ədədimiz bir gündə olan qazancı göstərir. Bir gündə isə 45 dəqiqə işlədiyi üçün 3,75 manat əldə olunub. Yəni bu göstəriciyə görə bu məbləğ təyin edirik və aşağı çəkdiyimizdə isə gördüyünüz kimi həmin saatlara uyğun olan əldə olunan qazanclar göstərildi. Əlavə olaraq biz cəmi saatımızı da hesablaya bilərik. Cəmi iş saatı nə qədərdir? Bunun üçün cəm işarəsi, yəni summa funksiyasını vururuq və cəmi iş saatlarını seçdirib enter klavişini daxil edirik. Bəli, gördüyünüz kimi cəmi 8 saat iş saatı var. Cəmi iş saatı 8-dir. Həmin bu funksiyaya uyğun olaraq da bir günlük tam qazancı nə qədər olmuşdur? Yenə boş bir xananı aktivləşdiririk. Hansı ki, o xanada biz görmək istəyirik cəm məbləği. Summa funksiyasını yenə də vururuq və gördüyünüz kimi bu sütunda olan rəqəmlər ədədlər seçildi. Enter vururuq. Bəli, 40 manat. Yəni bu işçi gün ərzində 8 saat işlədiyindən aldığı məbləğ, qazandığı, əldə etdiyi məbləğ 40 manatdır. Əgər biz hesabımıza digər pul vahidlərini tətbiq etmək istəyiriksə, yenə də qazanc yazılmış xanalardan birini seçdirərək finansovi formatını seçirik. Burada da aktiv idi. Burada ilk sırada daha çox istifadə olunan pul vahidləri ön sıraya çıxıb, əgər bizə buradan rubl lazımdırsa, onu seçdiririk. Görürsünüz, artıq rubl yazıldı və aşağıya çəkərək kursoru buradan pul vahidini rubla, manatdan rubla keçirdə bilərik. Yox, əgər bizdə digər pul vahidləri lazımdırsa, другие финансовые formatı bəndini seçirik. Buradan bu formatdan обозначение bəndini vuraraq digər bütün pul vahidlərini burada görürük və lazım olan pul vahidini seçərək OK edib və cədvəlimizə də daxil edə bilərik.